Radiusları 12 və 7 olan iki kəsişən çevrələrin mərkəzləri arasındakı məsafənin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin hasilini tapın. Burada deməli 2 dənə çevrə çəkək. Bu çevrələrin mərkəzləri O1 və O2 nöqtələri olarsa, biz onları birləşdirsək, həmçinin kəsişmə nöqtələrinə qədər olan məsafələrdə bizə radiusları verəcəyi üçün, yəni bura R1, burada R ya da böyük və balaca R ilə işarə olunduğu üçün sadəcə R və R yaza bilərik. Bu məsafə isə O1, O2 məsafəsidir. O1, O2 məsafəsi üçbucaq bərabərsizliyini, yəni burada bir üçbucaq əmələ gəlir və biz üçbucaq bərabərsizliyini əsasən yaza bilərik ki, böyük R ilə kiçik yerin cəmindən kiçik, böyük R ilə kiçik yerin fərqindən isə böyük olmalıdır O1, O2 məsafəsi. Bu zaman deməli O1, O2 məsafəsi kiçikdir 12 üstəgəlsin 7 və böyükdür 12 çıxılsın 7-dən. Yəni O1, O2 məsafəsi 19 ilə 5 arasında yerləşir. Yəni 5-dən böyükdür. Bunun ən kiçik qiyməti 6-dır. Ən böyük qiyməti isə 18-dir və bu hasil də bizə 108 verər.